Salam əziz insanlar, Həqiqətin Özü adlı kanala xoş gəldiniz. Videoya baxmazdan əvvəl zəhmət olmasa kanala abunə olmağı və şərh yazmağı unutmayın. Bu dəfə sizə belə bir həqiqəti açıqlamaq istəyirəm. Siz insan deyilsiniz. Yəni həqiqət ondadır ki, siz insan deyilsiniz. Ana bətnində olanda sizin xarakteristikanız, psixoloji naturanız, sonra yaddaşınız, kimliyiniz, mənliyiniz yox idi və bu cənnət idi. İndi müqayisə eləsək, ana bətnində olan bir uşağa baxsaq, körpəyə, bir də ki, real aləmdə yaşayan bir milyarderə baxsaq, onlardan hansı daha rahat yaşayır? Biz milyarderə baxsaq görərik ki, nə olsun ki, onun pulları var. Amma onun narahatçılıqları var, qorxuları var, təlaşları var. O öləcəyini bilir. Amma ana bətnindəki uşaq, körpə, heç nə bilmir. Onun heç nəyi yoxdur. Və ən əsası da o özü haqqında bir şey bilmir deyə azaddır. Bəziləri deyir ki, azadlıq nə deməkdir? Əsl azadlıq, bəli, fiziki azadlıq da yaxşıdır. Fikirlərini, duyğularını, yaradıcılığını ifadə etmək, nə bilim, özünü ifadə etmək, üslubunda azad olmaq, hər bir üslubda məsələn çıxış eləmək gözəl bir şeydir. Bu bizim azadlığımız haqqında bizim özümüzə məlumat verir. Biz özümüzü yaxşı hiss edirik, özümüzü azad hiss eləyəndə. Amma ən böyük azadlıq fiziki azadlıqla, mental azadlıqla əlaqəli deyil. Ən böyük azadlıq sizin özünüzdən olan azadlıqdır. Sizin özünüz haqqında olan yalanlardan azad olmağınızdır. Ana bətnindəki körpə insan olduğunu bilmir və insan olacağını da bilmir. O dünyaya gəlir və insan sözü onun üzərinə yapışdırılır. Təsəvvür edirsiniz. Bizim ən qədim belə söhbət edə biləcəyimiz və bir-birimizi anlaya biləcəyimiz yaxınlarımız 10 min il əvvəl yaşayıb. Yəni tutaq ki, 15 min il əvvələ getsək, 20 min il əvvələ getsək, biz o insanlarla bir ünsiyyət qura bilmərik. Amma 10 min il əvvələ getsə, həmin insanlarla bir dil tapıb ünsiyyət qura bilərik. Sembollərlə, nə bilim, başqa üsullarla onlarla danışa bilərik, onlara bir şey öyrədə bilərik. Ondan o tərəfə getmir. 10 min il əvvəl insan şizofreniya yaşamağa başladı. Yəni, gələcək, bugün, sabah, gələcək, keçmiş adlı anlayışları ortaya çıxdı. Və insan təbiətlə təkbətək qaldı deyə, onun şuuru biraz yüksəldi deyə, yaradıcılıq qabiliyyəti, nə bilim, xəyal qurma qabiliyyəti yarandı deyə insan özünü o vaxtdan əvvəl, o qızıl dövr deyirlər, insanlarda ego olmayan dövr, həmin o dövr idi. İndi isə insanların bilinci yarandı, şəxsi bilinci yarandı, bilinc var idi əvvəlcədən, tərtəmiz, nurani bilinc var idi. İndi isə şəxsi bilinci yarandı və xəyal qurma qabiliyyəti ilə insanlar nə etməyə çalışdı? Özlərini müəyyənləşdirməyə çalışdılar. Bunun üçün də nə etmək lazımdır? Sən əşyaları, yanında olan canlıları nə etməlisən? Quranda deyilir, hətta Bibliyada da deyilir ki, biz mələklərə dedik ki, bunların adını desin, onlar adını deyə bilmədilər. İnsana dedi, insan isə adları deyə bildi. Nə baş verir burada? Həmin anda xəyal gücü ilə insan müəyyən şeyləri adlandırmağa başladı. Sol, sağ, yuxarı, aşağı, dovşan, kirpi, ağac, günəş, səma və bunların arasındakı əlaqələri, bağları, sintezi öyrənməyə çalışdı və ən əsası da nə etdi? Özünü bu dünyada müəyyənləşdirdi. Yəni, belə deyim sizə, dünya anlayış olaraq mövcud deyildi. İnsan dünya anlayışını icad elədi
söz olaraq, xəyal olaraq, xəyalındakı rəsm olaraq, obraz olaraq virtual bir şey kimi icad elədi, inandı bunun gerçəkliyinə və gerçəkliyi ilə yalan arasında bir şey yaratdı. Yəni gerçəkliyi yaratdı və yalanı yaratdı. Gerçəkliyi budur, yalan budur. Və bunun reallığına inandı. Təsəvvür edirsiniz? Və bunun sayəsində nə baş verdi? İnsan dünyanı yaratdı. Öz xəyalında yaratdı, başqa yerdə yaratmadı. Sizin gördüyünüz bir şeye dünya deyilmir. Siz bunun dünya olduğuna inanırsınız deyə buna dünya deyirsiniz. Və sizə deyilib ki, bu dünyadır. Ona görə buna dünya deyirsiniz. İnsan buna dünya dedi xəyalında və digərlərini də öz ideyasına inandırmağa çalışdı. Yəni məsələn 5 nəfər var idisə, onlara da dedi ki, bax bu dünyadır. Həmin bu insanlara ilkin cadugərlər deyirlər. Yəni reallıqları yaradan, ideyaları yaradan varlıqlar. Onlara da qədim mifologiyada tanrılar deyirlər. Bax tanrılar deyəndə həmin o insanları nəzərdə tuturdular. İndi bundan sonra nə baş verir? İnsan nə etməlidir? Özünü müəyyənləşdirməlidir bu dünyanın içində, düzdür? İnsan da başlayır özünü nə etməyə, müəyyənləşdirməyə. Baxır suya, baxır öz əksinə, nədəsə öz əksini görür və digərlərinə baxır, özünə baxır, digərlərinə baxır, özünə baxır. Deyir, onlar onlardır, bu mənəm. İnsanın mənliyi beləcə yaranır. Digərləri olmasa sizin mənliyiniz, sizin egonuz yaranmayacaq. Ego parçalanmadan əmələ gəlir. Onlar onlardır, mən isə mənəm. Fikir verirsiniz, Quranda məsələn mən sözünə belə rast gəlmirik. Tayfalardan danışırlar, toplumlardan, tayfalardan, mənlikdən danışmırlar. Çünki o qədər də böyük egoizm yoxdur insanlarda. Yəni onlar özlərindən qabaq tayfalarını, tayfa başçılarını, digər insanları düşünürlər. Amerikada məsələn insanlar ilk öncə ailə rəsmini çəkəndə özlərini öndə çəkirlər. Asiyada isə insanlar ailə rəsmini çəkəndə özlərini kənarda çəkirlər. Əvvəldə isə, yəni öndə isə ata-analarını və digərlərini çəkirlər. Amerikada isə başqadır, başqa cürədir. İndi Amerika egoizmi ilə zəhərlənmiş və Avropa egosu ilə zəhərlənmiş mühit, cəmiyyətlər insanın egosunu önə çıxardır və eləcə də insanın zəhərlənməsinə, insanın daha çox özündə ilişib qalıb özü ilə bacara bilməməsinə səbəb olurlar. Nəysə bu öz yerindədir. İndi isə biz nəyə qayıdaq? İnsan baxdı digərlərinə, özünə baxdı, dedi, onlar onlardır, mən isə mənəm. Və neynədir bundan sonra? Onlar onlardır, mən isə mənəm deyəndən sonra özünə nəsə deməlidir də, düzdür? Özünü birtəhər müəyyənləşdirməlidir. Və özünü müəyyənləşdirməyə başladı. Özünə insan dedi. Və insan olduğuna inanmaq üçün və digərlərində bu ideyaya inandırmaq üçün neynədi? Allahı yarattı. Dünyanı yarattı. Bu dünyanı yaradan Allahı yarattı və Allahın da onu yarattığını yarattı. Yenə diqqətlə qulaq asın. İnsan xəyalında dünya anlayışını yarattı. Sonra bu dünya anlayışını yaradan Allah anlayışını yarattı. Sonra özünü bu dünyanın içində yaradan Allahın anlayışıyla özünü yarattı. Düzdür? Beləcə yarattı xəyalında və bu xəyalında yaranan ideyalarla digərlərini də zəhərlədi və yalanlar uydurmağa başladı və şizofreniya yarattı. Dediyim kimi keçmiş, gələcək, indiki an, nə bilim, sol, sağ, yuxarı, aşağı, cinlər, tanrılar, şeytanlar, onlar, bunlar və s. və s. adlandırmağa başladı. Ən əsası da özünü müəyyənləşdirdi. Mən insanam və mənim yerim burada budur. İndi gördüyünüz kimi tarixi oxuyursunuzsa biləcəksiniz ki, insan müəyyən anlarda, müəyyən məqamlarda, insanlıq tarixində insanlar bəzi mifologiyalara inanıblar, özlərinin ruh olduğuna, nə bilim, tanrısal varlıq olduğuna, Tanrının mələyi olduğuna, Adəm olduğuna inandırıblar. İndiki dövrdə insanlar özlərini nəyə inandırıblar?
Hə, meymunlar var idi. Mən meymunlardan əmələ gəlmişəm. Meymunlar gəldilər, bir gün bir partlayış baş verdi şuurda və orada onlar daş götürdülər, əllərindən istifadə eləməyə başladılar və s. Bu da nədir? Bu da eyni ideyadır. Təkamül ideyası sadəcə ideyadır. Eyni ideyadır. İnsan bu ideyaları özünə danışmasa, öz yerini bu naməlum aləmdə, sirlər aləmində müəyyənləşdirə bilməyəcək. Yenə deyirəm, insanın Allahdan gəlməsinə inanması, bir də insanın meymundan əmələ gəlməsinə inanması eyni şeydir. Eyni şeydir. Bir fərq yoxdur. Sadəcə insan bir, məsələn, texniki, elmi düşüncəni götürür və onun içində özü yerini müəyyənləşdirir, yaxud da ki, ruhani bir düşüncəni, mifoloji düşüncəni götürür, konstruksiyanı götürür və onun içində öz yerini müəyyənləşdirir. Mən yenə deyirəm, siz insan deyilsiniz. Siz sadəcə insan olduğunuza inanırsınız. Elə təkamülə inananlar da, ateizmlə məşğul olanlar da sadəcə meymundan əmələ gəldiyinə inanırlar. Bu ideyadır, bu gerçək deyil. Nə o birisi gerçəkdir, nə bu birisi gerçəkdir. Və məsələ də ondadır ki, siz ideyalardan çıxa bilməzsiniz. Bax, o ana bətnindəki körpə halına qayıda bilməzsiniz. O özü haqqında bilmir heç nə. O özünü tanımır belə, ona görə azaddır. Ən böyük azadlıq bax bu yalançı ağlınızın uydurduğu ideyalardan, düşüncələrdən azad olmaqdır. O zaman siz anlayırsınız ki, mən nə ruham, mən nə şuuram, mən nə insanam, mən nə varlığam, mən nə tanrıyam, mən nə mələyəm, mən nə oyam, buyam, heç birisi deyiləm. Sadəcə mən bunların olduğuna inanmışam və məsələ də ondadır ki, siz ana bətnində deyilsiniz deyə, bu matritsada yaşayırsınız deyə, yəni insanların yaratdığı toplumda, cəmiyyətlərdə yaşayırsınız deyə, istər-istəməz inanırsınız və beləcə də yaşayırsınız. Amma bu o demək deyil ki, yaşaya-yaşaya siz həqiqətinizi unutmalısınız və yaxud da ki, həqiqəti xatırlamamalısınız. Həqiqət də ondadır ki, siz insan deyilsiniz. Sadəcə buna inanmısınız. Platonun belə bir analogiya düşüncəsi var. İdeyalar aləmidir. O ideyalar aləmi orada yerləşmir. O ideyalar aləmi burada yerləşir. Elə ağlınızda. Beyində yox ha. İnsanın beyində yerləşməsinə inanması cahillikdir. Elm adamları neyronları, sinapsləri, aksonları, taksonları və s. şeyləri öyrənərək sanki orada Allahı tapacaqlar. Orada Allah yoxdur. Allahı siz uydurmuşsunuz. İnsan olduğunuzu da siz uydurmuşsunuz. Ətraf aləmi tanıdığınızı siz uydurmuşsunuz. Elm nədir? Elm uydurmadır. Təkamül ideyası nədir? Uydurmadır. 13 milyard il əvvəl böyük partlayış baş verməyib. Siz sadəcə bunu özünüzə uydurmuşsunuz, elm adamlarına qulaq asmışsınız və bunun gerçək olduğunu özünüzə məntiqli şəkildə sübut eləmişsiniz. Ona görə də siz buna inanırsınız. Məsələ də ondadır ki, fərqi yoxdur. Siz elmi sahədə nəyisə inanırsınız, dini sahədə nəyisə inanırsınız. Siz inancılar olmasa, sizin egonuz, mənliyiniz, özünü müəyyənləşdirdiyiniz bir şey mövcud olmayacaq. Ona görə də yaşamaq çətinləşəcək sizin üçün. Ona görə siz istəsəz də, istəməsəz də bu beyin var ha, bu illüziyalar törədən beyin. İndi elmi eksperimentlər sübut edir ki, azad iradə yoxdur, azad seçim haqqı yoxdur və s. O eksperimentlərə özünüz baxa bilərsiniz. Nəyə görə bu illüziyalar yaradır? Çünki bu illüziyalar yaratmasa bu yazıq. Özünü müəyyənləşdirə bilməyəcək, yaşaya bilməyəcək. Mən isə hər dəfəsində deyirəm, siz bədən deyilsiniz. Siz ruh deyilsiniz. Siz şuur deyilsiniz. Siz bir sorğulamalısınız özünüzü ki, siz kimsiniz? Hər dəfəsində deyirdim, barmağınızı belə siz idarə eləyə bilmirsiniz. Əlinizi necə bu cür hərəkət etdirdiyinizi bilmirsiniz. Neyron siqnallarının əlinizə necə gəldiyini, əlinizi necə tərpətdiyini bilmirsiniz. Tarixin, toplumun, sistemin, travmaların və s. şeylərin sizin psixikanıza necə təsir etdiyini də bilmirsiniz. Ona görə ən böyük azadlıq
Budizm deyir ki, sən bu dünyanı yaratmısan. O demək deyil ki, yəni həyatını indi yaradırsan ha. Sənin həyatını indi yaradan karmik xüsusiyyətlərdir. Nə vaxt nə eləmsən, necə eləmsən, bu Allahın riyaziyyətidir və 100%lıq işləyir. Məsələ isə və determinizm prosesi gedir. Yəni siz buna qulaq asa bilməzsiniz. Başa düşürsünüz? Determinə olunur hər şey. Siz bir şeyi dəyişməyənə qədər bu determinə olunur gedir. Siz bir şeyi dəyişirsiniz, yenə də determinə olur. Başqa bir şeyi dəyişdirsiniz, yenə determinə olur. Çıxa bilməzsiniz bundan. Çıxmağın yeganə yolu var. O da içinizə gedib kim olduğunuzu, həqiqəti kim olduğunuzu bilməklə aşkarlamaqdır. Həqiqət burada nəyisə qavramaq deyil, nəyisə anlamaq deyil. Həqiqət öz içinizdə məhz sizin kim olduğunuzu qavramağınızdır. Siz bədən deyilsiniz, bu bədəni gəzdirirsiniz. Bu beynin içində də deyilsiniz. Necə danışacağınızı, necə buradakı şeyləri necə idarə etdiyinizi də bilmirsiniz. Gözünüzü, nəfəs almanızı, ürək döyüntüzü, qanı, alveola, nə bilim başqa şeyləri, hüceyrələri necə idarə etdiyinizi də bilmirsiniz. Siz sadəcə bunları müəyyən kimyavi prosesləri texnologiya ilə müşahidə edirsiniz. Elm adamları da burada sinapsları axtarır, şuuru axtarır. Şuur öz yerindədir. Siz şuur deyilsiniz. Əsas mənim sizin diqqətinizi yönəlmək istədiyim yer odur ki, istiqamət odur ki, siz içinizdə özünüzü tapasınız. İçinizdə deyəndə ağlınızda. Ağlınızı sorğulayaraq, araşdıraraq, bax bunun içində kimliyinizi tapasınız. Siz kimsiz? Siz nəsiz? Ən əsası budur. Həyatda özünüzə verə biləcəyiniz ən əsas sual budur. Mən kiməm? Bax bunun içindəki mən kiməm? Bu həyatı yaşayan kimdir? Bu bədəni geyinən kimdir? Bu bədəni özünkü hesab eləyən kimdir? Mənim ağlımdakı fikirlər hardan yaranır? Əgər mən heç bir fikri idarə eləmirəmsə, heç bir düşüncəni idarə eləyə bilmirəmsə, növbəti düşüncənin, ağlıma gələn növbəti düşüncənin hansı olacağını bilmirəmsə, əgər kvantum fizikası mənim düşüncələrimi, fikirlərimi, hər şeyi idarə eləyirsə, mən kiməm? Kvantum fizikası öz yerində, şuur öz yerində, bu öz yerində, o öz yerində. Əsas mən kiməm? Bədən də öz yerində. Balacadır, böyüdü, cavanlaşdı, qocaldı, gedir. Bəs mən kiməm? Seyr edən, müşahidə eləyən, görən kimdir? Bu sualları siz özünüzə verməlisiniz və beləcə sorğulama prosesinə başlamalısınız. Bunu sizin yerinizə heç kəs edə bilməz. Yenə deyirəm, siz insan deyilsiniz. Siz sadəcə insan olduğunuza və müəyyən ideyalar aləmində olan ideyalara inanmısınız ki, özünüzü müəyyənləşdirəsiniz. Bu ideyalar olmadan siz yoxsuz və siz azadsınız. Necə azadsınız? Ana bətnində olan bir körpə kimi azadsınız. Heç nədən xəbəriniz yoxdur. Burada nağıllar aləmidir. Bura əvvəl də nağıllar aləmi olub. Sadəcə biz formullar, adlar verməzdən əvvəl bura nağıllar aləmidir. Amma biz belə yaşaya bilmirik. Çünki biz hər zaman məcburuq ki, özümüzü müəyyənləşdirək. Özümüzü müəyyənləşdirməsək, kim olduğumuzu özümüzə deməsək, yaşaya bilmirik. Gəlin kim olduğumuzu deməyin yerinə, kimliyimizi yaratmağın yerinə elə kimliyimizin nə olduğunu tapaq. İçimizə gedək, mən kiməm sualını verərək özümüzü sorğulayaq və başa düşək ki, həqiqətimiz nədən ibarətdir. Bu qədər. İçinizə gedin və bu sualı daima özünüzə verin və özünüzün kim olduğunuzu taparaq həqiqəti aşkarlayın. Bu qədər.